Falına baxıldı, rəmli atıldı, iddiasına görə pulu da getdiyi zamanı da, üstəlik müğənni olmaq arzusu da yarıda qaldı. Qayıtdı ki, müğənni eləyəcək səni, amma bir şərtlə də bu başını qırxmalısan. Deyir, bax, müğənni Larizin zadın başı çəkəldi, sonra o Miryonus var, qırmızı helikopter mahnısını oxuyan, onun da başı çəkəldi. Sonra bu bizim kənddən olan bir kişi var, Teyyub Yaqutzadə. Bakı haqqında mahnılar oxuyur. Bizim kənddən də amma Bakı haqqında mahnılar oxuyur. Onun da başı çəkəldi dedi. Sən də keçəl eləməlisən. Mən də başımı qırxdım. Nəsə getdim, müğənni ola bilmədim. Qayıtdım təzədən yanına. O da qayıtdı ki, bəs şeydir. Belə olmayacaq da dedi. Bir Hindistan icadı var. İnəyin sidiyini başına yaxmalısan. Onu eləyəndən sonra müğənni olaysan. Dedim, mənə problem yoxdur, lap yaxşı, onu da eləyərəm. Onu da elədim, qaydanda, ünvanında tapmadım, pulumu da apardı, mənə də müğənni eləmədi.